məcbranə. Amir bəy, bağışla. Fəqət bunu istədim xatırlayam ki, dediyim kimi, inşallah ki, yorulmayaq, yəni konunu əlimizə almaq məcburiyyətindəyik. Biz 10 dəqiqə dedim, amma hər halda siz də yəni edə bilərsiniz. 15 dəqiqə, 20 dəqiqə vaxtınız olacaq. Tələsməyəsiniz deyəm, bunu yəni bilərizə xatırlatmaq istədim. Səsim gəlməsə bağışlayaq. Səsim elə bağışlan danışıram. Necə başlayaq? Salamlar, sayğılar, hörmətli yoldaşlar, iştirakçılarımız. Çox sağ olun gəldiyiniz üçün, əxlarınızı almalısın. Dünya Azərbaycan Öyrənci Hərəkatı Azov qrupunun tərəfindən sizə təşəkkür edib minnətdarlığını bildirir. Mənə öncə Sayın Mahmud bəy danışdılar, sözlərini çoxsunu dedilər. Mən başqa bir tərəfdən çalışacağım bu işçi günü ki yox, yəni seminarımızın adı Dünya Azərbaycanda İqtisadi-İctimai Durum. Buna bir baxışımız, yəni Azovun baxışını çalışacağım bir balaca olsa da görsənəm. Bu əsasdan neçə bir sualla qonuya gedib və sonuc almağa niyyətindəyik. Dünya Azərbaycan, indi təbii hamımız bildiyimiz kimi, indilik, yəni hələlik, maalesef, İran adlanan ölkənin içində. Təbii bu əsasdan İranın içində, İranın durumu və İranın iqtisadiyyatı çox-çox etkiləndirəcəkdir. Dünya Azərbaycan iqtisadiyyatı. O üçün çox-çox önəmli olar ki, birinci biz baxaq görək, İranın külliyyətdə iqtisadiyyatı nə haldadır, nə vəziyyətdədir. Keçən 2 il, 3 il, 4 ili baxaq və indi görək, bu indiki zamanda, bu zamanda durum necədir İranda. Bu arada mən Aydın bəydən yardım olacağım. Mən çox danışmayacağım. Yəni, iqtisad bir bölümü ki, təbii uzmanı lazımdır. Mən də uzmanı deyirəm. Yəni, əgər siyasətçi tanısaq da özümüzü, nəhayət iqtisadi amarlardan qullanıb və onları baxıb dəyərləndirəcək. İranın vəziyyəti necədir iqtisadi durumda? Bu, amma statistikaya ki baxsaq, bu İranın iqtisadi artımı, yəni rüşd iqtisadi farsası olur. Bu amarlar da ki mən verəcəyəm, təbii Mahmud bəy dediği kimi İranda çox-çox çətindir amarları tapmaq. Təbii İran bağlı məmləkət olduğu üçün buradan çox-çox qorxur ki, kullanılsın digər məmləkətlər tərəfindən. O üçün bunlar ən əldə olan və gözə gələn bir amarlardır ki, yəni o əlbəldən tapılıbdır. Bu amarlar ki verilir, dünya uluslararası pul, para sandığının amarlarıdır. Görürsünüz, yəni amarlarla ötə burada çətinlik çəkirdəyəm, amma nəhayətdə 2011-ci il, 2012-ci il və 2013-cü ili belə pişkinlikdə öngörürlər ki, İranın sıfırdan aşağıya da gələcəkdir. Nə tənha gün-bə-gün artmır ki, İranın gəliri, külliyyətdə gəliri hətta sıfırdan aşağıya gələcəkdir. İkinci geçsək, bu işsizlik. İşsizlik əgər 14%-dən başlasa da belə baxılır ki, nəhayət 2012-ci ilin axırlarında 30'u aşacaqdır. Maraqlıdır, İranın millət vəkili, Qəmbəri adında birisi belə deyib ki, bu içində olan ilimiz keçən 30 ilin içində sabiqəsiz bir durumdayıq. Yəni işsizlik bu qədər çox olacaq ki, keçən 30 il içində biz yaşamamışıq. O birisi amarımız təvərrüm ya inflasiya dediyimiz bir varlıqdır. Maraqlıdır, 2012-ci ilin amarları hələlik verilmir. Bir ara İran Amar mərkəzi bu amarları verdi, amma Əhmədinəcad hakimiyyət, hökuməti bir dəsturla dedi ki, sizin haqqınız yoxdur barəsi. Bunlar özəl bir raporlardır. Amma yenə də millət vəkillərinin dediyinə baxsaq, burada yazdığımıza rəğmən 37% nəzərdə alıblar bu ilin içində olan bizim təvərrümümüzü. Bu bizim Aliyə qəyətini hələ olacaq. Bu İranın külliyyətdə olan durumudur. O bir haldadır ki,
keçən ilin içində 100 mindən artıq işçi işlərini əldən veriblər. Bu nə demək olar? Kiçik bir İranın vəziyyətindən durum çox-çox pisdir. Yəni, durum çox-çox kolaydır. Buna baxsaq ki, 2 aydan sonra da İranın nəftini almayacaqlar. Dünya, uluslararası, Avropanın verdiyi qərardan 2 aydan sonra İranın nəftini almayacaqlar. İndi əlində çoxlu təhlillər içindədir. Bu demək, bu vəziyyət 2 aydan sonra bundan daha da dəhşətli olacaq. Bu dəhşəti görürük. İndi bu dəhşətlər işçi hərəkatına səbəb olubdur. İranın içində, İran külliyyətdə içində faiz olmuşdur. Buna biz bəli cavabını verəcək. Və nümunələrdən necə deyə bilər ki, İranda bu durum işçi hərəkatına bahis olubdur və özelliklə Fars oturan yerlərdə işçi hərəkatı vardır. 4-5 dənə nümunə ilə biz örnəklə görə bilərik. Çox olan aksiyalardır işçilərin tərəfindən. Dostaqda olan işçilər günbə-gün artmaqdadır və sırf iqtisadi istəklərini görür. Sinfi yığınacaqlar çox olur. 88-ci il şəmsi veriyimiz, 2009-cu ilin seçkilərində, prezident seçkilərində maraqlı işçilərin çox təşkilatları qarşı qaldılar seçkilərə və istəklərinin verilməsindən sonra qarşılaşmalar. Bazarın keçən il və ondan qabaqki bazarın 2 dəfə bağlamağına şahid olub Tehranda. Maraqlıdır, 3 həftə bazar bağlandı və axırda zor gücünə bunu astırdılar. Yəni, neçə mənə bazarda işləyənləri sakinlər tutub və sonra bazarı astırmağa məcbur elədi. Və sonunda buna diqqət etməliyik ki, İranda 80%-ə yaxın ya dövlətə vasitəsiz bağlıdırlar, yəni gəlirləri vasitəsiz dövlətdən gəlir, ya da işçidir. Demək, dövlətin vəziyyəti ki, burada gördük, günbə-gün dəhşətlənir, müstəqim işçilərin vəziyyətinə əsər edəcək. Bu İran. Amma gələk əndə Güney Azərbaycanın içinə. Güney Azərbaycan amarların tapmağa çox-çox çətinlik çəkir. Keçən 2 il bundan öncə Talanmış Azərbaycan adında bir kitab yayıldı Güney Azərbaycanda. 300 səhifəyə yaxın yoldaşların çox-çox zəhmətləri ilə. Onlar bir sıra əldə olunmuş amarları tapdılar. Yəni, bu əldən eşyə cizmiş. Amma çox-çox çətindir. Mən öncə üz istəyəcəyəm, amarların demək olar çoxunluğu farsdadırlar. Bunlar yoldaşlar çevirməyinə çalışırlar, amma maalesef bu önlərimə çatmadı və məcburam ki, onların üstündən oxuyub və demək məcburiyyətindəyim. Nə olsa, burada... Sən mikrofon dalarında da, səsliyi dalarında, biraz danışır. Burada çıxarır. Daha hiç Bu birinci statistik. İranda 28 ustan var, yəni state, əyalətimiz, yəni hər nə desək. Və bunların gəlirlərin pay bölüş eləyəndə, bu 1988-ci ilinkidir. Bu yaşıl gördükləriniz Fars oturan yerlər. 2 bundan öncə. Fars oturan yerlərinkidir. Bu Tehrandır. Bu İsfahandır. Bu da Xurasandır. Bu Fars ustanıdır, bu Qumdur və o da başda Yəzdir. Yəni siz bir baxsaz, bu bizim Fars oturan yerlərimizdir Güney Azərbaycanda. İndi gələk, yəni Fars oturan yerlərdir İranda. İndi Güney Azərbaycana gələk. Ən çoxumuz Şərqi Azərbaycan, Doğu Azərbaycan, Qərbi Azərbaycan, bu lap kiçik Ərdəbildir, o Zəncan və o başda da Həmədan. Yəni bir qiyasa gəlmədiyi qədər fərq var. Siz bu baxın İsfahana, bu baxın Şərqi Azərbaycan. Doğru sayılır üzrə. Burada bir müqayisədir. Güney Azərbaycanın torpaqları ilə və Farslardan da nəsdən örnək gətirilib. Yəni, hamısını biz gətirsəydik bura, yəni yer olmazdı. Yəni, o qədər fərqli olardı ki, yerləşməzdi bu təsvirlər, bu şəkildə. Bu, savadlı və savadsızlıq bir amirlər, statistiklərdir. Qırmızılar Güney Azərbaycankıdırlar. Birincisi, savadlı kişilər, neçə faiz kişilər savadlıdırlar. İkincisi, qadınlar və üçüncüsü, mən toplam. Şərqi Azərbaycan, mən toplamı desəm, 75-3%'dir. İsfahan 84%. Qərbi Azərbaycan 69%,
Xurasan 82, Ərdəbil 73, Simnan 84, Zəncam 74 və Yəzd 83. Toplam 83 Fars oturan yerlərin və 75 Güney Azərbaycan. Bunlar sadəcə və qiyasa gəlməkdir ki, bir baxaq ki, cəryan nəyin kimisi deyirəm. Çünki işçilərdən də çox, bilirəm, biraz yorucu olacaqdır, bağışlayacaqdım 10 dəqiqəmi, çalışacaq 10 dəqiqədən çox danışmıyorum. Bir sıra fəqət detalar verməyə çalışacağım. Bu işçilərin dövlət gəlib işçilərə, yəni məskən, yəni ev verir. Yine bu tərhə biz baxırıq ki, burada necədir? Güney Azərbaycan və Fars oturan yerlərin fərqi. Şərqi Azərbaycanın hamısına 3750 dənə, İsfahana 14.000 dənə. Qərbi Azərbaycan 1977, Xurasan 10.000. Ərdəbil 2000, Simnan, Yəzd 1400. Maraqlıdır, Simnan və Yəzdin cəmiyyətini cəmlədikcə Ərdəbildən təqribən olaraq demək, onun 75%'dir. Yəni, onun 10 uzaqda bir əyədir. Yəni, cəmləsək 3, 4, 5, 6, 9, 9, 12, 4, 16. Bütün Güney Azərbaycanın üçün biz 16-17 min tutsaq, fəqət bir dənə İsfahanın üçün 14 min olacaq. Bunların üstündən gəlib oxuyalım. Bu, hər bir ustanın, hər bir əyalətin tolid etdiyi varlıq, odur demək olur. Məsələn, mədəndən və bunların hamısını cəmləyəndə bir gəlir bu ustana. İran ustanı, bu göstərir ki, külliyyətdə hamısı Fars ustanlar, İran, Kirman, İsfahan, Xurasan, Yəzd, Simnan, Tehran hamısı yuxarıya getməkdədir. Yəni, hamısı, məsələn, Tehran 24 olub 27. Xurasan 6 olub 6-3, İsfahan 6-2 olub 7-1 və maraqlıdır. Güney Azərbaycanın bütün ustanların Qəzvinə çıxmaq şərti ilə 1379-cu ildən tam 1384-cü iləcən 5 ilin ərzində hamısı aşağıya getməkdədir. Mahmud bəy və Əfsanə xanım Güney Azərbaycanda olan mədənlərin varlıqlarından dedilir. Bu bir dənə dinqılı bir kiçik bir cümlədir. Aya bilirsiniz, dünyada 35 milyar ton mis daşı olduğundan təxminən 6%, bütün dünyada, yəni 6% fəqət Güney Azərbaycandadır. Yəni, dünyadan təxminən 200 dənə məmləkətdən çox olduğu zaman, eyni halda 6% İranda, Güney Azərbaycandadır. Amma bizə gəldiklərimiz gəlir heç nə. Bu da eyni həmən mədənin istehsalına sərmayə qoymaq İranın tərəfindən nə qədər olur? Bir dənə özür göstərir. Şərqi Azərbaycan İranda 28 ustandan 16-cıdır. İsfahan 2-cidir. Bir halda ki, İsfahanın mədəni yoxdur. Demək, buradan istehsal olub aparılıb oraya və həmədan kulli İranın, bütün İranın kulli buna sərmayə qoyduğunun yarım farisidir. Yenə üzr istəyəm, bu qədər detalarımız demək, amma məcburiyyətində, zorundayıq bunları bilmədə. Ərdəbil ustanı, Simnan ustanının ki, Fars, burada Fars deyəndə bir kəvir vardı orada, onun dövrəsində bizim şəhərlərdir. Yəni, şor bir torpağın dövrəsində yığıldığı şəhərlərdir. Ərdəbil ustanı Simnanın 2 bərabəridir. Bir halda ki, Simnanda olan bimaristanda, xəstəxanalarda, yəni təxt olan sayısı təqribən eynidir. Bir halda ki, Simnanın cəmiyyəti Ərdəbilin yarısıdır. Eyni halda Yəzddən Zəncanın cəmiyyəti eynidir. Amma Yəzdin olan xəstəxanada olan təxtlərin sayısı Zəncanın 2 bərabərdir. Bu kullən, bu maraqlı bir zatdır. Bu ustanların 88-ci il, yəni 2009-cu ilin dövlət paylayır, yəni hər bir ustana nə qədər gələcəkdir. Bu onun balacasıdır. Şərqi Azərbaycan 3 milyon, İsfahan, yəni bu qiyasa gəlib təzədir, 3 milyon ki, mən deyil. 3 milyon, İsfahan 8 milyon. Qərbi Azərbaycan 1 milyon, Xurasan 5 milyon. Ərdəbil 800 min, Yəzd 1 milyon 800 min.
Qəzvin 1 milyon 400, Kirman 3 milyon 400. Deyirlər ki, yəni toplamı da olur ki, toplam Güney Azərbaycan 8 milyon və Fars 5 dənə fəqət əyalət 20 milyon. Burada bir sual, həm maraqlı və həm önemli bir sual yarana bilər. Tamam, biz dedik biz Güney Azərbaycana bu qədər zülm olur. Amma yəni Güney Azərbaycan bir zat var imiş keçmişdə ya dəyirdik. Əgər dəyirdik, tamam, bu da indi də dəyir. Amma keçmişimiz nə idi? Bu deyir, məşrutə zamanı, məşrutədən öncə Xoy şəhəri 30 min nəfər, Şiraz 30 min nəfər idi. Xoy şəhərində 178 min nəfərdir, Şiraz 1 milyon 200 min nəfərdir. O biz nə edək? Məşrutədən sonra nə mənə gəldi bizim başımıza? İndiki vəziyyətimizi gördük. Məşrutədən öncə Taverni adında bir gəzici dünyanı dolanan sözündə belə yazır. Güney Azərbaycanda, Təbrizdə özəlliklə pul Asiyanın hər bir yerindən çox vardır və dolanır. Bu məşrutədən öncəmiz. Nə biliyorsunuz? Və məşrutədən öncə yenə də bir ayrı bir amar. 1304-cü ildə İranda 20 dənə karxana vardır. Karxanaların 5 dənəsi hamısından böyüdür. O 5 dənəsindən 3-ü Təbrizdədir. Və bu da böyük bir sual əlaməti ki, niyə bütün Azərbaycan, Güney Azərbaycanın sultanlarında İranın rəsmi verdiyi anlardır. Köçmək müsbətdir, yəni hamı köçür. Amma Fars sultanlarının köçümünə baxanda onların hamısı gəlirdi. Yəni heç bir Fars məmləkətindən köçmür. Burada qalsın. Sən hangi istəyir burada? Aşığım ama ki olsun. Çünkü olsun. Onun değil. Ben zaten bilmem. Maraqlı da mən müştərilərimiz üçün. Bunların dedikləri bir balaca, yəni bəzi amarlar da bura gəlmədi. O amarları istəsəm deyəm, işarə də olundu məndən öncə ki, Kirmanda dövlətin mədənə qoyulan sərmayəsi Qərbi Azərbaycanın 20 bərabəri, 20 qat, Zəncanın 38 qatı, Həmədanın 60 qatı, Qərbi Azərbaycanın 64 qatı və Ərdəbilin 115 qatı orada sərmayə qoyur. Bir dənə fəqət Kirmandır. Mahmud bəy dedikləri kimi, sənaye və mədən Şərqi Azərbaycanın sənət başçısı, idarəsinin başçısı deyirlər ki, İranın nəftləri ilə birlik, yəni bərabərlik vardır. Sadəcə Şərqi Azərbaycanın mədənlərinin gəlir. Bu da bu tərəfdən. Güney Azərbaycanın durumunda bildir, iqtisadiyyatda nə tənha pisdir, İranın hamısına baxdıqda daha da pisdir. Yəni, daha kələmətə çox azdır. 1000 daha pisdir vəziyyət. Amma aya bu vəziyyət İrana oxşarlıqda bariz olubdur ki, Güney Azərbaycanda bir işçi hərəkatı yaransın ya yaranmasın. Buna bizim örnəklərimiz vardır ya yoxdur. Keçən illərin son 5 il olayları bunu göstərdir. Güney Azərbaycanda belə bir zəminə yaranır. Fəhlələrin, işçilərin hərəkatına bir zəmin yaranıb və bir nişanələr də görsənir. Bu hardan gəlir? Hardan bunu biz deyə bilirik? Aksiyalarımız olur. İndi biraz bundan sonra ola bilsin Parisdə keçən il Təbrizdə 5000-ə yaxın işçi xiyabana tökülüb, heç bir şəhərdə olmalı İranda. Və türkcə şüarlarını verilir. Yəni, kargərin ziddi gərək məhv olar və kargər oyaqdır, varlığına, özlüyünə də yaxdır. Belə bir şüarlarla, türkcə şüarlarla eyni halda işçi hərəkatını savunmaq edilir. İkincisi, bu bir hallardır ki, keçmişdə belə deyil. Keçmişdə nəhayət bizim seminarlarımız olurdu. Güney Azərbaycanda, özəlliklə Təbrizdə və Fars dilində olurdu və heç bir olay da olmur. Amma bu 5 il içində bu dəyişimlərdə bir nişanələr göstərə bilər ki, burada bir zat dəyişilir. Və eyni halda tutuqlananlar da çox-çox sayı çıxarır. Güney Azərbaycanda işçi hərəkatına bağlı. Şahrux Zamanı adında 11 il həbsə məruz qalır Təbrizdə. Nima Pulyaqub öyrəncidir bizim yoldaşlardan. 6 il yarım həbsə məruz qalır. Və Məhəmməd Cərrahi 5 il. 3 nəfərə 22 ildən artıq həbs verildi. Bunlar üçü də işçidir, yəni işçi hərəkatına bağlıdır. Amma eyni halda Güney Azərbaycanın temin içlərində vardır. Bunların hamısını dedik. Şimdi
son sözümə çatacaqdım, amma zaman olduğunu tıqqılı deyəm. İndi biz Cümhuriyyət Azərbaycanda bizim işçi hərəkatımız var. Ya yox, söz qonusudur. Amma biz milli hərəkət dediyimiz Cümhuriyyət Azərbaycan Milli Azadlıq Hərəkatı necə tutum tutmalıdır bu işçi hərəkatına? O çox-çox önəmlidir və çox mübahisə etməliyik. Əgər bunu biz yaxşı və başara bilməsək, təbii ki, ailələri gəlib bu hərəkatı götürüb aparacaqlar və bizik ki, sonunda qalacaq özlüyümüzdə. Öyrənci hərəkatında bu bir balaca beynimizdə olan bir temadır, bir şemadır. Bunu biz Azərbaycan Milli Hərəkatı, Azərbaycan Milli Hərəkatı nəzərdə alsaq, təbii içində çoxlu qollarımız var. Biz içində olduğumuz öyrənci hərəkatından tutsaq, qadın hərəkatı, işçi hərəkatı və belə hərəkatlarımız ola bilər. Öyrənci hərəkatı təbii milli hərəkatın önündə olan və demək olar yeni müasir milli hərəkatımızın başlanğıclarında olduğu üçün bu problemi yaşamıyıq indiyə qədər və yaşamayacaqdır. Yəni, eyni halda ki, öyrənci hərəkatıdır özünə, eyni halda öz istəklərinin ən başda olanı milli sistem aradan getmək, Cümhuriyyət Azərbaycanın istiqlaliyyəti və dövlətçiliyi. Amma biz bunu qadın hərəkatında və işçi hərəkatında hələlik yaşaya bilməmişik və biraz qorxulu bir yerdir. Təbii, bizim beynimizdə olan bu ola bilər, biz deyəndə Azov beynində bu ola bilər. Hər bir hərəkət Cümhuriyyət Azərbaycan Milli Hərəkatının içində olmalıdır. Təbii və istəklərini qabağa aparmalıdır. Amma Cümhuriyyət Azərbaycan Milli Hərəkatının içindən və Cümhuriyyət Azərbaycan Milli Hərəkatının istəklərinin dışarıya çıxsa, özün bərk tutmalıdır. Yəni, bir işçi hərəkatı düzdür, işçilərin haqlarını savunur. Amma eyni halda Cümhuriyyət Azərbaycanın varlıqlarını da öndə tutmalıdır. Əgər bir işçi hərəkatı Cümhuriyyət Azərbaycanda varsa və məsələn, Fars işçi hərəkatı ilə işbirliyi aparmağa düşünür, bizdə yaxşı olar və yaxşı olar ki, yox. Əsas bunu tutmalıdır. Cümhuriyyət Azərbaycanın istəkləri, varlıqları və qırmızı cizgiləri. Mən çox bağışlayım, çox danışdım, sözlərim çox üstə qaldı, amma sağ olun, əlində.